Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Növbəti söhbətimizə başlayıram, amma əvvəlcə şərhlərə öz münasibətimi bildirəcəm. Birinci Gülbəniz xanıma müraciət edirəm. O yazır ki, fəlsəfi fikirləri bu dərəcədə anlaya bilmirdim. Bəli, mən özüm də fəlsəfəni sevməmişəm. Mürəkkəb cümlələrlə fikirlərini ifadə ediblər. Anlamamışam. Ona görə də fəlsəfəyə münasibətim deyərdim ki, ögey olub. Ancaq iş elə gətirdi ki, ali qüdrətlə ilahi varlığın məni qəflət yuxusundan oyatması ilə bir çox suallar, fikirlər beynimdə cərəyan etməyə başladı. Bu da baxdım ki, həyat anlayışıdır. Sadə suallar gəlirdi beynimə, onu cavablandırırdılar və buna uyğunlaşdım. Beləliklə də həyat fəlsəfəsini başa düşdüyüm kimi, qəbul etdiyim kimi qeyd etməyə başladım ki, hansı ki sizə indi o fikirlər əsasında söhbətlər eləyirəm. Əlbəttə ki, həyat anlayışı vacib şərtdir. Biz həyatın mahiyyəti, gedişatı, məğzi barədə məlumatlı olmalıyıq. Amma o mürəkkəbliyə görə müəyyən qədər uzaq qaçmışıq. Özümü əsas götürürəm. Amma elə insanlar var ki, onlar fəlsəfi fikirlərə həvəsli olublar, o mürəkkəb cümlələri başa düşüblər, aydınlaşdırıblar və bundan yararlanıblar. Eyni zamanda da o ixtisasa sahib olublar. Ya bir fəlsəfə müəllimi kimi, ya filolog kimi, filosof kimi o biliklərə sahib olublar. Sözsüz ki, müəyyən anlayışda mənim bildiklərimlə, söhbətlərimlə o fikirlər arasında oxşarlıq olsa da bir fərq vardır. Və getdikcə də bu fərq daha da dərinləşib, ancaq mən çalışmışam ki, bütün fikirlərimi sadə, incə izahlarla nəzərinizə çatdırım. Sonra sual edirsiniz ki, yeni həyatda cismimiz mövcud olacaqmı? Əlbəttə ki, mövcud olacaq. Özümüzü indi necə qəbul ediriksə, güzgüdə görürüksə və yaxud da ki, fikirlər əsasında özümüzü necə dərk ediriksə, belə də davam edəcək. Amma dəyişiklik müsbət, mənfi mənada mütləq olacaqdır. Yəni, insan müsbət fikirləri ilə o mənəvi həyata doğru irəliləyəcəkdir. Kimlər ki, mənəvi dəyərlərə önəm vermir, həyatı səhv, düz, başa düşdüyü kimi yaşayır, elə anladığı, dərk etdiyi kimi də simaya, varlığa malik olacaqdır. Çünki həyat bizim düşüncəmizlə formalaşır. Biz hansı mövqedə dayansaq, müsbət, mənfi mənada, həyatımız o cürdə görünəcəkdir və yaşanacaqdır. Əgər müsbət olan nə varsa, onu mənimsəyəriksə, biz fərəhlə, ilhamla yaşayacağıq. Yəni, qrup yaratmaq əzmində olacağıq. Həyatımızdan zövq alacağıq. Əsl insan kimi də
həyatımızı yaşayacağıq. Həyat özü də bizim düşüncəmizə uyğun formalaşacaqdır. Yaxşılar yaxşı günlə, pislər pis günlə üzləşəcəkdir. Amma sonra təcrid olunmalar var, oyanmalar var. Bu da bir anın hökmündə olsa belə çox uzun müddətdə rast gəlinəndir. Yəni fərəhli həyat yaşayanlar da o gözəl həyatın sonunu qəbul etməyəcəklər. Onu sonsuz bir həyat kimi qəbul edəcəklər ki, bu gözəl həyat tükənən deyil və o fərəhlədə yaşayacaqlar. Eyni zamanda da cəhənnəm əzabı görənlər də o həyatın sonsuz olduğunu qəbul edəcəklər ki, bu müsibət qurtaran deyil və o olduqca ağrılı, acılı bir qəbul etmədir, əzabdır. Amma bütün gedişatın başlanğıcı olduğu kimi nəticəsi də vardır. Və yer dəyişmələrlə, əvəzlənmələrlə həyat rəngdən rəngə düşüb indiyə qədər və belə də davam edəcəkdir. Ən önəmlisi odur ki, biz insani keyfiyyətlərə üstünlük verək. Onda heç narahat olmağına da dəyməz. 3 qanunla ki, deyirəm, yaşasaq, yəni ki, biz o gözəl həyatın sakini olacağıq və heç zaman da büdürəməyəcəyik. Buna da əmin ola bilərsiniz. Büdürəmələr yanlışlıqdan, səhvlərdən, günahlardan baş verir. Bir halda ki, bilirsən ki, bu söz, bu atılan addım qanuna uyğun deyil, onu da qəbul et ki, artıq sən tənəzzülə uğrayırsan. Yarı yoldan qayıtmaq müsbət haldır. Başa düşdünsə, o yoldan dön. Tərslik etmə. İsrarlı olaraq yanlış fikirlərinin müdafiəsində durma və heç zaman da özünü haqlı hesab etmə. Əgər özünü səhvli, haqsız hesab edib diqqətini artırsan öz varlığına, demək bu sənin uğurun olacaqdır. Sən uğurlu addımlarla o ömrünü davam etdirəcəksən. Və bu belə olacaqdır. Yəni o düşüncələrlə, yəni sağlam fikirlərlə, sağlam mənəviyyatla yaşayanlar həm həyatı gözəl görəcəklər, həm özlərini. Çünki həyat insanın özünün düşüncəsinin məhsuludur. Necə varsansa həyat da o cür görünür, formalaşır. Həyat necə görünürsə, demək sən də o cürsən. Sonra sur haqqında fikir qeyd eləyibsiniz. Qoy kim necə başa düşür, düşsün. Dini kitablarda qeyd edildiyi kimi İsrafilin suru çalınacaq, elə də qəbul etsinlər. Mən isə öz qəbul etdiyimi izahlandırıram sizin üçün. O səs ki var, o elə bir vahiməli uğultu olacaq ki, insan öz kiçikliyini, acizliyini, Allahın böyüklüyünü dərk edəcək ki, bəli, Allah böyükdür, qüdrətlidir. O səs nədən əmələ gəlir? Yəni, həqiqi mənada belə qəbul edin. Kainatın sıxılma prosesində ki, hüdudlardan mərkəzə doğru sıxılma olacaq, bütün fəza cisimləri, planetlər bir-biri ilə toqquşacaq, bir-birinə diffuziya edəcək və mərkəzə doğru istiqamətlənib sıxılacaqdır. O səslər hələ bizdən uzaqdadır. Zaman-zaman biz o səs bizə yaxınlaşır. Yəni, biz o səsi vahiməli bir uğultu kimi eşidəcək ki, heç bir insan o vahimənin qarşısında tab gətirə bilməyəcək.
və hər kəs də öz yerində olacaq bu mənada. Yaxşılar yaxşı kimi, pislər də pis kimi. Hamı onun şahidi olacaq. Bu mütləq baş verəcək. Və nəhayətdə o həddə qədər kainat sıxılacaq ki, həyat bir olmayana çevriləcək. Amma həyatda olmayan yoxdur. Həyat olandan bərqərar olub və yenidən təşəkkül tapacaq. Hər şey insanlara məlum olacaq ki, bu həyat nə demək imiş, doğrudanmı Allah vardır və onun qüdrəti tükənməzdir və Allahımız da şərlər üzərində həmişə qalib olub və qalib də gələcəkdir. Sonra Etibar bəyin bir fikrini dəqiq bilmək istəyirəm. Odla vəftiz barədə fikir yazıb, ancaq mən başa düşə bilmədim ki, o fikir kimə, nəyə ünvanlanıb və hansı əsasla o qeyd olunub. Xahiş edirəm, ona izah verərsiniz şərhinizdə. Ancaq aydınlıq üçün onu deyim ki, su ilə vəftiz olunma var, odla vəftiz olunma var. Və Yahya Peyğəmbər də insanları su ilə vəftiz edirdi. Vəftiz olmaq mənim bildiyimə görə budur ki, insan günahlarını etiraf edir və elə bil ki, günahlarını su ilə yumuş olur. Bu bir, necə deyim, ritualdır da, bir ənənəyə çevrilib. Xristian aləmində kimlər ki, haqqın varlığına inanır, inamla imanlı olur, onlar o prosesdən keçirlər. Yəni suya 3 dəfə batıb çıxmaqla vəftiz olunurlar. Bir stimul yaranır. İnsanda bir gələcəyə inam, ümid olur ki, o Allah qarşısında günahlarını artıq tövbə ilə yumuş olur. Və bununla da fərəhlənir. Böyük əksəriyyət həyatını bu əsasda nizamlayır və bir insan kimi də doğru, düzgün addımlar atmağa səy göstərir. Bu yaxşı haldır. Bu fikir insanları Allaha yaxınlaşdırır. İnsanları paklığa, düzlüyə sövq edir. İndi belə götürək. Əgər insan öz daxili aləmində bir dönüş yaratmasa, bütün günü suya batıb çıxsa da o vəftiz oluna bilməz. Əsas məsələ onun düşüncəsinin qəbul etdiyidir ki, bu insan Allahın nuruna üst tutur və Allah qarşısında cavabdehliyini başa düşür ki, məsuliyyət yükünü daşıyır. Bir insan kimi də o ömrünü davam etdirməlidir, xeyirxah olmalıdır. Allahın bütün gözləntilərini həyata keçirməlidir. Bu Allah qanununa bir xidmətdir. Yəni fikirlə əməl üst-üstə düşməlidir. Əks təqdirdə özünü aldatmadı, yanılmadı və onun da nəhayəti deyərdim ki, uğursuzluqdur. Niyə Yahya Peyğəmbər deyirdi ki, İsa Peyğəmbər sizi odla vəftiz edəcəkdir? Od nurun maddi əksidir. Biz od kimi qəbul edirik bu maddi dünyada bəşər evladı olaraq. Nur bütün müsbət halların və o cümlədən yüksək ağlın vəhdətidir, ümum məcmusudur. Nur bilikdir. Sağlam düşüncənin məhsuludur ki, o Allah tərəfindən bizə bəxş olunur nur olaraq. Amma nur bizə gəlir ruhi halla çatır ki, biz də onu
od kimi qəbul edirik. Yəni günəş nurlar məkanıdır. Biz indiki 30% şuurla nur olaraq qəbul edə bilmirik. Onu istilik kimi qəbul edirik. Od olaraq başa düşürük. Allahdan bizə həmişə doğru, düzgün və müsbət fikirlər gəlir. Nur nə ki yaxşı var bu aləmdə özündə ehtiva edir. Nur Allahın varlığıdır. O bir mənalıdır. O müsbətdir. Ən gözəl olandır. Saadətin, xoşbəxtliyin banisidir. İsa Peyğəmbərin ikinci gəlişi bax bununla əsaslanır, gözlənir ki, o insanları yəni odla vəftiz edəcək. Odla vəftiz etmə ali fikirlərlə yetişməkdir. O haqq kəlamları ki, insanı kamillik yoluna sövq edir və o yolun yolçuları da inkişaf mərhələləri ilə ali varlığa, ali düşüncəyə, nura doğru elə bil ki, sövq olunur, addımlar atır və nəhayətdə Allahımıza yetişir. Bu mənadadır ki, odla vəftiz olunma. İnsan sağlam düşüncə və sağlam mənəviyyatla vəftiz olunur. Bütün günahlarına, səhvlərinə əks çıxır. Nə ki, qanuna uyğun olan var, onları mənimsəyib bu əsasda köklənir və Allahın nuruna doğru da istiqamətlənir. İnkişaf yolunun yolcusu olur. Biz nə ilə vəftiz oluna bilərik? Ağılla, sağlam düşüncə və sağlam mənəviyyatla. Ona görə də ilahidən gələn haqq kəlamlarını biz qəbul etməliyik, mənimsəməliyik və o kəlamlara əsasən də davranmalıyıq, danışmalıyıq. Həyatımızı bu müsbət qəbul olunanlarla demək zənginləşdirib yaşamalıyıq. Bax bunu belə qəbul edək. Odla vəftiz ağılda bir inqilabdır. Bütün mənfi olanları o güclü ağılla inkar edirsən, yaxşı olan nə varsa onu qəbul edirsən. Sən yaxşı olanları qəbul edib elə davranırsansa, sən getdikcə paçlaşırsan, saflaşırsan. Sənə ləkə olacaq nə varsa hamısından təmizlənirsən, vəftiz olunursan və beləliklə də ali varlıqlar tərəfindən seçilirsən, yetişdirilirsən, daha da puxtələşdirilirsən və sövq edilirsən haqq yoluna, kamillik yoluna, müqəddəslik yoluna, səadət və xoşbəxtlik yoluna. İndi Etibar bəy, mənə belə gəldi ki, mən bu əsasda söhbət etməmişdim. Bunu özümə ünvanlanmış kimi qəbul etmədim. Xahiş edirəm aydınlıq gətirəsiniz, mən də lazım gələrsə əlavə edərəm. İndi isə söhbətimin davamı olaraq nur barədə danışmaq istəyirəm və başlıq da belədir ki, nur saçır daim üzünüzə, güzgü olub borcunuzu qaytarın. Allahımız nurdur. Biz yaxşı əməllərimizlə o nuru güzgü kimi əks etdiririk. Ali varlıqdan, Allahımızdan bizə həmişə doğru, düzgün, yaxşı fikirlər gəlir. Biz o fikirlər əsasında nizamlanmalıyıq, yaşamalıyıq. Daim nur saçır Allahımız. Yəni ki, o fikir söyləyirəm ki, Allahımızın düşündükləri bizim varlığımızda əks-səda verir.
biz Allah'ımızdan aldığımız fikirləri öz qabiliyyətimizlə elə bil həyata keçiririk. Əgər o doğru düzgün fikirlərdə yanlışlıq ediriksə, ona əməl etmiriksə, o düz fikirləri əyiriksə, bu Allah qanununa və uca yaradana zidd getməkdir, qanunu tapdamaqdır. Bütün kainata yayılır Allah'ımızın nuru. Bir fikir olarak, şuur olarak, düşünce olarak. Her şey düşüncenin məhsuludur. Sadə misalını göstərmişəm də, bax bu qələm və yaxud da ki, bax bu dəftər əvvəlcə beyində düşünülüb, qeyri-maddi olaraq qənaətə gəlinib və o hasil olunub. Yəni istehsal olunub. İstəyimiz, fikrimiz qeyri-maddidir. Onu maddiyə çevirmişik biz. Ona görə də bütün kainatın gedişatı ali şuurla köklənir. Amma baxır biz o fikri necə qəbul etdik və necə həyata keçirdik. O bizim düşüncəmizdən, qabiliyyətimizdən asılıdır. Biz əgər yolu sapırıqsa, nura istiqamət götürməliyik ki, itib batmayaq. Nur bizə bir mayak olaraq doğru düzgün yol göstərir. Mən bir haşiyə çıxım. Demək, atamla Moskvadan gəlirdik. Maşını mən sürürdüm. Sonra atam dedi ki, vallahi məhdal qaldım, sən bir yerdə qarıxmadın. 2 dəfə karıxdım, o da atamın sözünə əməl edərək. Dedi ki, belə getməliyik. Nəsə sözünü yerə salmadım, döndük. Ancaq abyez deyirlər də, elə bir ki, şəhərə girdim, çıxdım. Amma əsas yolu yenə tapdım, o istiqamətlə də hərəkət etdim. Dedi ki, başa düşmədim, sən bir yerdə qarıxmadın. Dedim, hayata, nəyə qarıxmalıydım ki? Bir halda ki, yol, yəni ki, belə deyək də, göstəriciləri var, işarələr var. Eyni zamanda yazılıb ora ki, bu istiqamət ha tərəfədir. Baxırdım ki, Baku ox işarəsi də göstərir. Növbəti o Bakı sözünə rast gələnə qədər sürürdüm. Və hara istiqamətləndirirdisə, o istiqamətlə də dönürdüm, gedirdim. Və evə gələnə qədər də şükürlər olsun ki, karıxmadım. İndi Allahın nuru bizə yol göstərir. Doğru düzgün fikirlərlə. Biz nura üz tutarıqsa, yəni Allahın varlığını əsas götürüb, o yaratdığı qanuna əsasən davransaq, yaşasaq, heç bir yerdə büdrəmərik, yanılmarıq. Və bu gözəl firavan həyatda da ömrümüzü əbədi olaraq davam etdirərik. Allahımız bizə nur saçırsa, biz bir güzgü kimi o fikrə cavab verməliyik. Tələbi qədər, tələbi kimi. Ki, bizdən nə tələb olunur? Ona görə burada deyilir ki, güzgü olub borcunuzu qaytarın. Bu məsuliyyət yüküdür, məsuliyyət borcudur. Biz bizdən gözləniləni həyata keçirməliyik. Yəni, o borc yükünü atmalıyıq üzərimizdən doğru düzgün əməllərimizlə. İzahını oxuyuram. İnsanlar naşükür olmasın gərək. Siz necə olarsınız itərsə əmək? Bir işi görürük, istədiyimiz nəticəni almayanda pəjmürdə oluruq ki, əmələ gəlmədi. Və yaxud da ki, evladımızdan gözləntimiz olur ki, o yaxşı oxuyacaq, nə qədər çalışırsan, diqqət yetirmir, yayınır dərsdən və nəhayətdə də onu arzuladığın kimi görə bilmirsən də, ali məktəbə daxil ola bilmir və yaxud da ki,
arzulamadığın bir peşənin sahibi olur. Bu bizim fikrimizdən keçəndir də, məlum məsələdir. Və Allahımızın da bizdən gözləntisi vardır ki, biz ağılla, başla, sağlam mənəviyyatla yaşayaq. Biri-birimizə qənim kəsilməyək. Mehribanlıqla, səmimi ünsiyyət quraq. Heç bir qanuna zidd getməyək. Qanun necə tələb edirsə, o cürdə yaşayaq. İnsanlar isə şükür etmirlər ki, Allahımız daim bizə qayğı göstərir, istiqamət verir. Hətta nankorluq, naşükürlük edib onun varlığına şübhə ilə yanaşırıq və şübhə edənlər də az deyil, dananlar da var, asi düşənlər də həmçinin. Bax, biz necə oluruqsa, anlayaq, başa düşək ki, bizim uğursuzluğumuza Allah Taala heç də sevinmir, narahatlıq hissi keçirir. Yoxsa uca yaradanın hansı marağı vardır ki, biz doğru düzgün addım atdıq, yoxsa səhvlər etdik, günahlara yol verdik. Demək, bir dərin bağlılıq vardır da. Dərin bağlılıqla Allahımızın bizdən gözləntiləri var. Biz o gözləntiyə cavab verməliyik, lazımınca. Yaradan bizlərə hər şeyi bəxş edib. İmdad diləmişik, tez dada yetib. Amma biz anlamamışıq. Nə isə əldə etmişiksə özümüzdən görmüşük. Allahımız bizə nə bəxş etməyib? Bütöv aləmi bəxş edibdir də. Bəs biz nə etmişik? Biz naxələflik etmişik, başqasının tikəsinə göz tikmişik, başqasının bədbəxtliyi üzərində xoşbəxtliyimizi qurmaq istəmişik. Getdikcə də bu yanlış fikirlərlə haqdan uzaqlaşmışıq. Allahımızı özümüzdən küstürmüşük. Allahımız bəşərdən küskündür. Amma mərhəməti ilə yaratdığı olduğumuz üçün qayğı göstərməkdədir. Biz nə qədər naşükürlük, naxələflik etsək də Allahımız öz vəzifə borcunu gözəl bilir və o məsuliyyətlə də bizlərin qayğısını çəkir. İndi də bütün dünya təlatümdədir. Narahatlıq getdikcə böyüyür. Buna baxmayaraq da Allahımız və onun rəhbərliyi ilə ali varlıqlar öz işlərini, tədbirlərini görməkdədirlər. Vaxtı gələndə, bu yaxın zamanlarda biz anlayacağıq. Onda biləcəyik ki, nə qədər səhvə yol vermişik. Sonrakı peşmanlıq isə fayda verməz. Nə qədər ki, bizə imkan verilir, özümüzə gələk. Allahımızın gözləntisini biz o gözlənilməyən narahatlıqlarla əvəz etməyək. Əks halda zülmünü də özümüz çəkəcəyik. Həmişə diləyən biz olmuşuq. Biz dilədik doymadan, vaxtsız, səbirsiz. Özümüz üçün də diləyirik. Bizə yaxın, əziz olanlar üçün də diləməkdəyik. Və həmişə də demişəm, ən adi halları belə deyim də, başa düşdüyümüz kimi qiymətləndirmişik və o işin həlli üçün də Allahımıza müraciət etmişik. Ən ucuz, ən dəyərsiz işlər olub belə, onu da Allahın həll etməsi üçün elə bir ki, üz tutmuşuq uca yaradana. Hər gündə rast gəlirəm. Həm cəmiyyətdə, həm də televiziya verilişlərində. Əvvəllər Sovet hökumətinin vaxtında Allahın adı çəkilməzdi. İndi isə o imkan var, o ixtiyar verilib və hər kəs də həm Allahdan diləyini gizlətmir,
verilişdə, eyni zamanda da başqaları üçün də diləyirlər. Allah sənin balanı başatan versin, Allah ömrünü uzun eləsin, Allah səni uğura yetirsin və yaxud da ki, o ən xırdasından tutmuş böyük arzulara qədər Allahımıza müraciət etmədədirlər. Özünüz də şahidi olursunuz. Bəs biz nə cavab veririk Allah Taalaya? Nə ilə xidmət göstəririk? Nə ediriksə özümüz üçündür. Allahımızın ona ehtiyacı yoxdur. Dilədikcə diləyirik. Elə o diləklə də dilənçilərə çevrilmişik. Yaradan bəşərdən əsirgəmədi. Bəxş etdi varını. Nəyi vermədi? Nəyi verməyib Allah bizə? Ağıl verib, can verib, yaşamaq üçün həyat tərzimiz var. Həyat gözəldir, biz onu çirkin hala salırıq. Yenə də nizamlama işləri görür. Fəsillər vaxtında dəyişir. Yağış yağır, qar yağır. Küləklər öz işini görür. Bütün olanların hamısı Allahımızın düşüncəsinin təsiri ilədir. Bax, belə bir fikir söyləmişəm. Mən bir daha təkrarlayıram onu. Allahın bəxş etdiklərini biz qırırıq, dağıdırıq, əyirik, əridirik, sərvət əldə toplayırıq. Eyni zamanda Allahın işlərinə qarışırıq. Amma rast gəlibsinizmi ki, bizim işlərimizə Allah Taala müdaxilə etsin, onu pozsun. Pozan da, düzən də insandır. İnsan adlanandır. Allah qanununa boyun əyib, düzən, qrup yaradan əsl insanlardır. Pozanlar isə insanlığını itirən məxluqlardır. Biz Allahın işinə qarışırıq. Allah bizim işimizə qarışmır. Allah Taala bizi çətinliklərdən çıxarmaq üçün bizim işimizə qarışır. Bizim xoşbəxtliyimiz üçün əziyyət çəkir. Həm Allahımız, həm Allahımıza sadiq olan ali ilahi varlıqlar. Eyni zamanda da bəşərin içərisində insanlığını qoruyub saxlayanlar. Qaranlıq aləmi nura boyadı. Lakin əvəzində heç nə almadı. Kainat qaranlıq bir aləmdir. Onu nurlandıran, işıqlandıran Allahımızdır. Onun düşüncələridir. Allahımızın nurudur. Bizi bisavadlıqdan qurtaran da, inkişaf etdirən də Allahımızdır. Kimin vasitəsilə edir onu? Ona xidmət edən ilahi varlıqların vasitəsilə. Ona helm deyilir. Yəni, ali məqamdan gələn fikir. Bizim tərəqqimizə təməldir o fikirlər. Biz isə təkəbbürlük edib, o, necə deyim, bizə məxsus olan adi düşüncəmizlə adi bilik əldə edirik, dünyəvi biliklə də öyünürük. Anlamırıq ki, o dünyəvi biliyin inkişaf etməsinə zəmin olan ali fikirlərdir ki, ona helm deyilir. İnsanlıq gözlədi bizlərdən yalnız. Heç bir bəndəsini qoymadı yalqız. Bəli, bizdən ancaq gözlədiyi insanlıqdır. Yaxşı əməllərdir. Və heç bir bəndəsini də yalqız qoymadı. Kim bizdən üz çevirsə də, yaxın uzaq, Allahımız həmişə bizimlədir, hər birimizlədir.
Mən bu söhbətləri həm bəşərin təbirincə danışıram, eyni zamanda da ali məqamdan aldığım fikirlərlə də özlüyümdə onu elə bil ki, belə deyim də, beynimdən keçirdirəm. Sanki xarici dildən bizim dilə tərcümə edirəm. Yəni ali fikirlərin adi anlayışını sizlərə çatdırıram. Bu biraz çətindir məndən ötürü. Ona görə mən həmişə gərginliklə danışıram. Bu mənada ki, beynim iki yerə işləyir. Həm ali tərəfini bilirəm, onu desəm sizlər üçün çətinlik olacaq. Həm onu adiləşdirirəm, sizlərin başa düşməsi bir halına salıram ki, o sizin üçün başa düşülsün, təsəvvür olunsun, təsvir edəsiniz ki, yəni bu deyimin mahiyyəti nədir? Daima fikirlər təlqin elədi. İnsanlıq naminə nurun çilədi. Nur necə çilənir? Günəş şəfəq saçır. Nur zərrəcikləridir onlar. Günəşdən ayrılan hər bir o şüa, zərrəcik özü canlı bir varlıqdır. Bizim kimi varlıqlardır, ancaq ali səviyyədə. Nəhayət gəlib ruhi hala keçərək bütün olanları enerji ilə təmin edirlər. O enerji nədir? O enerji yaşamaq üçün bir təsir qüvvəsidir. Buna söhbət ola bilməz. Eyni zamanda canlı cansız hesab etdiklərimizin ağlıdır, ruhudur. Necə olur ki, bax bu cansız olan nə varsa gözümün qarşısında hamısı öz funksiyasını yerinə yetirir. Nə ilə yerinə yetirir? Alidən gələn enerji ilə, o fikirlə. Eyni zamanda bizim yaratdıqlarımız da bizim fikirlərimizlə həm fəaliyyətdədir, yaşamağındadır, həm də bizim nəyə qadir olduğumuzu göstərməkdədir. Bax, bu balaca əl telefonudur da. Bu saatdır. Bax, göstərirəm. Bax, bu saatdır. Biz yaratmışıq. Nəyin sayəsində? Ali fikirlərlə, bizim adi düşüncəmizin vəhdəti ilə. Vəhdət yaratmışıq. İstədiyimizi həyata keçirmişik. Qeyri-maddi olan düşüncəmiz görünən maddiyə çevrilib. Yenə kök hara bağlanır? Ali məqama. Alidən fikirlər gəlməsə, bizim bu dünyəvi fikrimiz heç nəyə nail olmağa yaramaz, belə deyək. Nail ola bilmərik. Ali məqamdan gələn fikirlərin sayəsində o adi fikirlərimizə can verilir. O inkişaf edir. Gün şüası düşməsə, yer nə qədər zəngin olsa, yəni ki, münbit olsa belə, qoynunda heç nə bitməz. Günəşdən gələn enerji ilə yerdən ayrılan enerji vəhdət təşkil edir. Ona görə də bütün olanlar məhsula çevrilir. Həm qida məhsuluna, həm də istifadə üçün əldə etdiklərimizə çevrilir. Tək biri ilə heç nə hasil olmaz. Sadə misalda demişəm, bu lampanın yanması üçün müsbət, eyni zamanda mənfi yüklər görüşməlidir. Vəhdət təşkil etməlidir. Bizim həyata gəlməyimiz üçün atamız və anamız vəhdət təşkil etməlidir. Eyni zamanda nəsli davam etdirmək üçün övladlarımızın yaranmasında fərqli şəkildə
cins olaraq kişi, qadın cinsi vəhdət təşkil etməlidir ki, həyata yeni evladlar gəlsin. Nəyi götürürsünüz, götürün. Hər şeydə iki halın vəhdəti lazımdır. Bax, bu danışmağın da, yazmağın da, oxumağın da hamısı o iki enerjinin vəhdəti sayəsindədir. İnsanlıq çox böyük əhəmiyyətdir. İnsanlıq alilik mədəniyyətdir. İnsanlıq böyük əhəmiyyət kəsb edir. Məlum məsələdir. İnsanlıq olmayan yerdə abadlıq olmaz. İnsanlıq alilikdir. Biz bəşər övladı adam olmuşuq. İnsandan ayrılıb insan kimi dünyaya gəlmişik, amma insandan, Allahımızdan, uca varlıqdan ayrı düşməklə bəşər övladları və eyni zamanda da bir məxluq kimi də yaşamaqdayıq. Baxmayaraq ki, adam deyirik, insan deyirik. Amma onun əməlləri, düşüncəsi insanlığa uyğun olan deyil. İnsanlıq alilikdir. İnsanlıq mədəniyyətdir. Mədəniyyət olmayan yerdə inkişaf olmaz. İnkişaf olsa belə o uğursuzluğa düçar olacaq mütləq. Yəni özümüzə qənim olaraq ziyan verəcəkdir. O bir ahəngdarlıq, nizam düzümdür. Bu mənim fikrimdir, mənim sözümdür. Zənnimcə fikrimdə yanılmamışam. Əsas mahiyyəti düz anlamışam. Ahəngdarlıq, mədəniyyət, insanlıq olmayan yerdə həyat çürüməyə başlayır. İndi insanlıq görürsünüzmü itməkdədir. Ahəngdarlıq pozulub, nizamsızlıq yaranıb, dünya təlatümdədir. Həm maddi baxımdan, həm mənəvi baxımdan böhran yaşanır. İstəyirlər, düşsünlər, qoşsunlar, buradan düzələn, buradan xarab olur. Buradan yaxşı əldə edilir, buradan pislər meydana gəlir. Bunun da bir sonu olmalıdır. Allahımız və ali varlıqlar da o sonun yaxşı nəticələnməsini istəyir. Və buna da nail olacaqlar. Onun da izahlarını sizlər üçün danışmışam, demişəm və inşallah da xeyir şərin üzərində qalib çıxacaqdır, qalib olacaqdır. Sizlərin hər birinizə öz təşəkkürümü bildirirəm. Şərh yazan da sağ olsun, yazmayan da sağ olsun. Vaxtınızı sərf edib qulaq asırsınızsa, bu da bir uğurdur. Sizinlə bahəm görünməz, bizləri nəzarətdə saxlayan ilahi varlıqlara təşəkkür edirəm. Hörmət və ehtiramımı izhar edirəm. Ana yurdumuza, ana vətənimizə, ana torpağımıza təşəkkürlüyəm. Şükür edirəm Allahımızın varlığına. Minnətdaram Allahımıza əbədi olaraq və əbədiyyən də o uca varlığın, o ülviyyətin səcdəsindəyəm və sevə-sevə də xidmətindəyəm. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Növbəti görüşümüzə, söhbətimizə də.